Hər kəsə salam dostlar, necəsiz? Kanalıma xoş gəlmisiniz. Bugün sizinlə maraqlı bir əl işi hazırlayacağam. Gəlin birlikdə bugünkü əl işi vloquma başlayaq. Hazırlamaq üçün lazım olan ləvazimatları götürürəm və işə başlayıram. Ümid edirəm videomu bəyənəcəksiniz. İlk olaraq lazım olan ləvazimatları götürürəm. Bir qədər gözləyirəm ki, tapanca kleyim istilənsin və bu arada sizinlə biraz söhbətləşək. Deməli, dostlar, keçən dəfə bazardan gələndə belə bir qozalar gördüm. Pinterest proqramında isə qarşıma çıxmışdı. Qozaları belə bir rəngləmişdilər. Çox qəşəng görünürdü. Mən də dedim ki, mən də edim. Deməli, belə qozalar yığdım, evə gətirdim və bunları yaxşıca yudum. Yuyandan sonra dostlar yığıldı, hamısı yığıldı. Elə bil ki, ağacda heç açmamış qozalar kimi oldular. Mən də ümidimi üzdüm, qoydum onları pəncərənin qırağına, 1-2 gün gözlədim, gördüm ki, açılmırlar. Sonra isə qızım bunların hamısını götürüb pəncərədən atıb həyətə. Bir də baxdım, gördüm ki, həyətdə günün altında qalıblar, quruyublar, çox qəşəng açılıblar. Hə, dostlar. İndi götürdüm bunları çubuqla bir-birlərinə kleyləyirəm. Gördüm ki, kleyləyəndən sonra gec quruyacaq, yapışmayacaq. Getdim kley qurutmaq üçün, hava var idi. Onu gətirdim, amma ümidim yox idi ki, heç yapışarlar. Amma o kley elə qəşəng qurutdu ki, burada isə yer tapa bilmirəm ki, qoyum qurusunlar. Hansı tərəfə qoyuram, əyilir. Gördüyünüz kimi butulkanın içinə qoydum, hara qoydum, salfetka qabına qoydum, nə etdimsə yenə də əyildi. Və ağlıma gəldi, getdim o hava qurudanı gətirdim, indi görəcəksiniz. Onu sıxdım, gördüm ki, boy, nə gözəl quruyurmuş bunlar. Beləliklə hamısını yaxşıca yapışdırdım. İndi siz də görəcəksiniz. Hə, dostlar, o var mavi. Onunla. Elə qəşəng qurutdu ki, yapışdırdım hamısını, yığdım ora. Bunları da yoxlayıram yarpaqları ki, görüm düzələndən sonra necə alınacaq. Və boya düzəldirəm. Gördüyüm rəngləri düzəldirəm. Mən öz gördüyüm rəngləri düzəldirəm. Siz isə hansı rəngi istəsəz düzəldə bilərsiniz. Yəni, hərənin öz zövqünə görə. Başladım rəngləməyə.
isə dostlar başlayıram bu yarpaqları bu qozalara yapışdırmağa. Yapışdırıram. Yaxşı ki bu qurutmanı kəşf elədim. Elə tez bazar qurutdum, hamısını qoydum ora. Bu su qabı isə qızlar mənə nənəmdən yadigar qalıb və istədim ki, onu da dəyərləndirim. Demək, onun da üstünə belə bir dekorlar etdim. Məncə çox gözəl alınır. Siz də baxıb yorumlarda yazarsınız. Görək necə alınıb. Demək, qızlar məndə evdə milli ornamentlərdən olan belə bir lent var idi. Onu bu su qabının üstünə kleyli vasitəsilə yapışdırdım. Sonra isə balaca qaşlar almışdım. Onları da dəyərləndirdim. Gətirdim, onları da su qabıya yapışdırdım. Sonra isə qızlar baxdım, gördüm ki, kənarlarında yaxşı görsənməyən yerlər var. Bəzi yerlərindən kleylər çıxmışdı. Ona görə məndə buta dekorları var idi. Onları da çalışdım ki, o çıxan yerlərin üstlərinə yapışdırım ki, yaxşı görsənsin. Əvvəlcə belə bir muncuqlar var idi, onları yapışdırdım. Çox sadə görsənməsin deyə belə bir şeylər yapışdırıram üstünə. Sonra isə belə bir buta formasında dekorlar var idi. Onları da gətirib bunun üstünə yapışdırıram. Burada da ipi yoxlayıram. Qızlar görürəm ki, yox, heç cürə heç nə alınmır. Ona görə də təzədən sökürəm. Yenə bir başqa formada yenə yoxlayıram. Görürəm, yox, heç bir şey alındıra bilmirəm. Çünki ip əlimdəki ip çox nazik idi deyə heç bir şey alınmadı. Ona görə də ipi yapışdırmaqdan vaz keçirəm. Belə gülləri də yığıram içinə, qozaları da yığıram. Beləliklə dostlar, videomun sonuna gəlib çatırıq.
Kanalıma abunə olanlar, videomu izləyənlər hamınıza təşəkkür edirəm. Kanalıma girib baxanlar, videoma abunə olmayanlar isə abunə olmağa dəvət edirəm. Sağ olun, salamat qalın. Yeni videolarda görüşərik.